Salam əziz abituriyentlər. 2024-cü ilin qəbul imtahanına düşmüş, ətraflı yazı tələb eləyən 28-ci suala baxırıq. Deməli, sualda deyilir ki, daxil edilən ixtiyari bir ədədin müsbət və ya mənfi olduğunu müəyyən edərək çıxışa verən alqoritmin blok sxemini qurun. Əgər ədəd sıfırdırsa, sıfıra bərabər olduğu çıxışa verilsin. Deməli, biz hər bir alqoritmdə, istər bu və yaxud da digər alqoritmlərdə mütləq ovalın içində biz nə yazmalıyıq? Başlanğıc yazmalıyıq. Başlanğıc. Daha sonra, bizdə ixtiyari ədəddən söhbət gedirsə, mütləq paralleqramın içində biz yazmalıyıq. Hər hansı bir x ədədi. Fərq eləmir. Bu y də ola bilər, a da ola bilər, b də ola bilər, fərq eləmir. Və burada bizim şərtimiz var. Deyir ki, ədəd müsbətdirsə müsbət, mənfidirsə mənfi olduğu və sıfırdırsa sıfır olduğu çıxışa verilsin. Deməli, x böyükdürsə sıfırdan, bu nə çıxışa veriləcək? Müsbət, müsbət. X bərabərdirsə sıfıra, ədəd sıfırdır, sıfırdır. Və yaxud da x kiçikdirsə sıfırda, ədəd nə olacaq? Mənfi olacaq. Mən bunu alqoritm şəklində göstərməliyəm. Deməli, x ədədimi daxil edim. Rombun içində şərtimi yazıram. Mənim şərtim həmişə rombun içində yazılır. Deyirəm, x böyükdürsə sıfırdan, gəlsin hə qoluna. Yox qolunda yazıram hazır vəziyyətdə. Hə qoluna gəldikdə çıxışa verilsin nə? Ədədin müsbət olduğu. Burada olacaq müsbət. Dırnaqda yazılır. Ümumiyyətlə biz sətr tipli bütün simvolları dırnaqda yazırıq. Yox qoluna gəldikdə isə şərtin içində artıq mən digər şərtimi qoyuram. Deyirəm, x bərabərdirmi sıfıra? Yenə də hə qolum və yox qolum. Hə qoludursa, deməli, deyir ki, ədəd sıfıra bərabərdirsə, desin ki, çıxışa verilsin ki, sıfırdır. Buraya yazaq sıfır. Və bizdə deməli, uşaqlar, müsbəti yazdıq, x bərabər sıfır olduğunu yazdıq. Yerdə nə qaldı? X kiçikdir, mənfi. Deməli, yox qoluna da gəldikcə deyir ki, x böyükdürmü sıfırdan? Yox. X bərabərdirmi sıfıra? Yox. Nə qaldı? Deməli, x mənfi ədəd imiş. Burada yazılacaq mənfi. Və bunları gətirib birləşdirəcəm. Avtomatik nəyə? Sona. Bu qədər.